Mən Talih Əliyev 1992-ci ildə Zərdab rayonunun Gödəkqobu kəndində anadan olmuşam. Şəhid Zeygəm Aslanov adına kənd orta məktəbində təhsil almışam. 2010-cu ildə həqiqi hərbi xidmətə çağırıldım. 2012-ci ildə həqiqi hərbi xidmətimi başa vurduqdan sonra müddətdən artıq hərbi xidmətçi kimi Azərbaycan ordusunda xidmətə davam etdim. 2016-cı ildə aprel döyüşlərində iştirak edərək torpaqlarımızın azadlığı uğrunda vuruşdum. 44 günlük Vətən müharibəsinin ilk günlərindən də ön cəbhədə düşmənə qarşı döyüşdüm. Xocavənd, Zəngilan, Cəbrayıl rayonlarının işğaldan azad edilməsində iştirak etdim, medallar ilə təltif olundum. Müharibədən sonra Qarabağda düşməndən azad edilmiş torpaqlarımızda xidmətimi davam etdirdim. Torpaqlarımızda yaşayan ermənilər dinc dayanmır, təxribatlar törədirdilər. Odur ki, tez-tez döyüş tapşırıqlarını yerinə yetirmək üçün postlara, ərazilərə yollanırdıq. 13 sentyabr 2023-cü ildə yoldaşlarım ilə birlikdə növbəti tapşırığa getdik. Kəlbəcərin çətin relyefli dağlıq ərazisində döyüş tapşırığını yerinə yetirərkən, mən və yoldaşlarım hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şəhid olduq. Ailə qurmuşdum, 2 qız övladım var. Sonuncu tapşırıqdan 2 saat əvvəl ailəm ilə, valideynlərim ilə telefonla danışmışdım. Onlarla gülə-gülə sağollaşaraq Vətən bayrağını həmişə uca tutacağıma söz vermişdim.